Axşamınız xeyir olsun, salam müəlliminizi. Təbrik edirəm futbolçularımı. Vacib qalibiyyət idi. Hər oyun bizim üçün həm qalibiyyət vacibdir, həm də oyun planında oyunumuzu yaxşılaşdırmaq üçün böyük bir şansdır. Buna görə bütün oyunlara çalışırıq ki, çox ciddi hazırlaşmağa və belə Füzuliyə Kərvan komandasına uğurlar arzulayıram. Əlbəttə ki, hər iki komanda adına təşəkkür edirəm. Buyurun suallarınızı keçirərik. Buyurun. Təbii ki, adətən ümumiyyətlə son illərdə Qarabağ təminatı da bu qədər geri düşmüş turnirizmlərində. Belə olan halda da geri dönüş eləmək o qədər də ehtiyac duyulmur. Amma indi hal-hazırda 7 xal geridəsiz. Komandanın indiki bu reaksiyasından, bu hazırki duruma verəcəyi reaksiyadan razısınız. Yəni, hazır hesab edirsiniz ki, komanda geri dönüş eləmək üçün o reaksiyası var, xarakter məsələsi. Var əlbəttə ki, əgər ümumiyyətcə komandada xarakter olmasa, xarakterli futbolçular olmasa, bugünkü nəticələr olmaz idi. Çünki bizim illər boyu olub ki, uğursuzluq seriyamız olub və onun sonradan geri dönə bilmişik. Amma əlbəttə ki, olmayan vaxtlar da olub, hansı ki, komandada biraz disbalans olub, bəzən belə deyək, ümumi daxili problemlərimiz olub, hansı ki, futbolçuların hazırlığı biraz fərqli olub. İstədiyimiz, çox sayda futbolçu istədiyimiz formada olmayıblar, bir yerdə, cəm şəklində. Biri zədə səbəbindən, biri az oynamaq səbəbindən, ümumən belə. Amma futbolçuların dediyim kimi potensialı var. Çünki biz təcrübəli komandayıq. Əlbəttə ki, biz sona kimi hər oyun çalışırıq qalibiyyətdən çıxmağa, amma dediyim kimi bu il çox yaxşı, balanslaşmış, formalaşmış bir kollektiv var, hansı ki, Sabah komandası və eləcə digər komandalar baxıram belə Zirə olsun, Neftçi olsun, hansı ki, oyunlarını daha da yaxşılaşdırdılar, Turan Tovuz olsun, yəni çox stabil oyun göstərirlər, stabil nəticələr əldə edirlər. Belə ümumən hazır olmalıyıq hər oyuna. İnşallah dediyim kimi, yəni biz çalışmalıyıq daima futbolun belə deyək də nəticə vermək üçün düz nədirsə ondan əl çəkməməyə, uğur ola da bilər, olmaya da bilər, amma öz doğru proqramımızdan əl çəkməmək. Buyurun. Bu çempionatda hal-hazırda danışan toxunuşlarımızdan hakimlik məsələsidir, eynilaşıq da həkim məsələləri danışılır. Yəni, qərar verilir, hakimlik sonra bu qərar səhv edilir, başqa bir oyuncu yenə eyni qərar verilir. Yəni, sizin fikrinizdə hal-hazırda çempionatın bu vəziyyətində hakimlərin nə dərəcədə təsiri var? Mən ümumiyyətcə belə fikir bildirmək biraz bəlkə düzgün deyil, amma ümumən sanki kənardan biraz nə görünür, hakimlər, necə deyim, bilmirlər nə qərarlar versinlər. Bilmirəm, tələb o qədər çoxdur, yoxsa biraz dünya futbolunda və biz bilmirik hakimlikdə hansı da o qaydalar, yeni qaydalar olur. Yəni, burada nələr müzakirə olunur. Yəni, çünki tamamilə doğru, bənzər epizodlar görsən, birində olur, birində olmur. Yəni, o hamımızın oyunda olub belə. Amma biraz sanki hakimlər biraz belə tərəddüd içindədirlərsə belə də biraz olur bəzən, məndə olur bəzən, belə deyək də, biraz təcrübəsiz futbolçuya və yaxud biraz az, necə deyim, cavan futbolçuya, bəzən oyunun gedişatında, oyundan əvvəl hansısa bir, ondan çox şey gözləyirəm, çox şeylə tələb edirəm ondan, bəzi epizodları analiz edib ona bildirirəm ki, hansı epizodda nə qərar vermək lazımdır. Bəzən görürsən ki, o təcrübə, necə deyim, ona mane olur, təcrübəsizlik daha doğrusu. Ki, o qərarlarda birini düzgün edir, o birisini edir, birində eyni səhv eləyir, doğru düzgün qərar verir, o birisində onu etmir. Biraz belə, sanki hakimlərdə biraz
ya onlardan tələb həddindən artıq çoxdur, ya dediyim kimi qaydalar o qədər dəyişilib ki, bəlkə də müzakirə eləyəndə də nəsə bilmirəm belə biz müzakirə edirik, birimiz hə deyirik, birimiz yox deyirik məsələn. Ola bilər onlarda da belə hallar olsun, amma ümumən belə yəni bir qayda olmalıdır da. Yəni ümumi baxanda belə bizdə necə deyirlər, futbolun dili birdir. Hakimliyin də dili birdir belə. Sadəcə ola bilər o bəzi hələ tam formalaşmaq üçün, tam necə deyim, bizim öz hakimlik belə deyək də məktəbimiz olmalıdır. Yəni öz hakimlik nə qədər Avropa desə də ki, bu qayda qanunlar, amma bizim də öz belə deyək də öz hakimlik bəli, dərs xəttimiz, belə qanunlarımız olmalıdır. Yəni nə də eləsən, yəni birdir də yəni o qanun. Ona uyğun geçsələr bəlkə daha rahat olarlar, amma belə biraz yəni dediyim kimi görünür odur ki, biraz sanki belə panikdədirlər də, belə biraz tərəddüd içindədirlər. Amma belə normal indi olur, oyunlardır. Bəzən hamımız hisslənirik, hamımız hansısa bir reaksiya veririk. Amma belə biraz Allah köməkləri olsun. Çünki ən müzakirə olunan hal-hazırda onlar da ən çox müzakirə olunurlar. Ən çox bəlkə də baskı onların üzərinədir. Yəni, dediyim kimi Allah işlərini asanlaşdırsın. Başqa sual yoxdursa, çox sağ olun, təşəkkürlər. Sağ olun.